Salam. 20 variant sınaq imtahanının 3-cü sınağına baxırıq. Mövzumuz litosfer və relyefdir. Suxurların mütləq yaşı. Bildiyimiz qədər suxurların mütləq yaşı suxurlardakı radioaktiv elementlərin parçalanmasına sərf edilən müddətdir. Suxurların yatım ardıcıllığı suxurların nisbi yaşıdır. Radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilən yaş isə mütləq yaşdır. Sxemi tamamlayaq. Geoxronoloji cədvəldən Paleozoy erasının dövrlərinin Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perm olduğunu bilirik. Burada Ordovik, Devon və Perm olaraq cavab Y variantıdır. Uyğunluğu müəyyənləyək. Geosinklinalın inkişafının birinci mərhələsi və geosinklinalın inkişafının ikinci mərhələsi. Yer qabının böyük bir hissəsinin enməyə başlaması, qalın çökmə suxur qatının toplanması və suxurların qismən metamorfizləşməsi birinci mərhələyə aiddir. Yer qabının ayrı-ayrı hissələrində qalxma baş verməsi, çökmə suxur qatlarının parçalanması, çoxlu sayda enmə və qalxmaların yaranması, bir də çökmə suxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyətində artması, bu isə ikinci mərhələyə aiddir. Yəni 1-ə A, B, Y, 2-yə C, D, F variantı, yəni B variantı doğrudur. Cədvəli tamamlayaq. Platforma, o platformada yerləşən sipər və ya qalxan və faydalı qazıntı. Şimali Amerikada dəmir filizi ilə zəngin platforma Labrador yarımadasıdır. Biz buraya 2-ni aid edə bilərik. Cənubi Amerikada Qviana yaylası isə boksit ehtiyatı ilə zəngindir, yəni A variantı doğru variantdır. Xətti sxemi əsasən geosinklinalın inkişafının 3-cü mərhələsində əmələ gələn dağların yerləşdiyi ərazilər. Geosinklinalın inkişafının 3-cü mərhələsi hal-hazırdakı geosinklinal əraziləri əhatə eləyir. Yəni biz buraya Ant Kordiliyeri, yəni Sakit Okeanın olduğu qövsün bir hissəsini, Alp Himalayı və Orta Okean dağ silsiləsini aid edə bilərik. Alp Himalay dağ quşağında yerləşən 1 və 6 rəqəmlərini, bir də Ant Kordiliyerdə yerləşən 4 rəqəmini aid edə bilərik. Cavab B variantı. Kimyəvi aşınmanın intensiv getdiyi ərazilər. Bilirik ki, kimyəvi aşınma ifrat rütubətlənmə şəraitində yaranır. Mülayim dəniz iqlimində yerləşən Böyük Britaniya adasını, ekvatorial rütubətli meşələr zonasında, yəni ifrat rütubətlənmə zonasında yerləşən Yava adasını və Malakka yarımadasını buna aid eləmək olar. Cavab Y variantı. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ zonasına aid olan ərazilər. Ərazimiz əsasən 7 ballıq zəlzələ zonasındadır, ancaq Qapıcıq zirvəsinin ətrafı, Şamaxı İsmailli zonası və Gəncə ətrafı ərazilər 8-9 ballıq zəlzələ zonasına aiddir, yəni A variantı. Xəritə sxemi əsasən paleogen çöküntülərinin yayıldığı əraziləri müəyyən edək. Ölkəmizin geoloji quruluş xəritəsindən gördüyümüz qədər P əyağında xətlə, yəni paleogen çöküntülərinin qəhvəyi rəngdə verilmiş suxurları Talış zonasında, Zəngəzur zonasında, qismən vulkanik yaylada və Qobustanın şimal-şərqində yayılmışdır. Adını çəkdiyimiz ərazilər Talış, Zəngəzur və Qobustanın şimal-şərqi zonasıdır. Yəni 1, 3, 6 cavab Y variantı. Şəkil sxemi əsasən dağ silsilələri müəyyən edək. 3120 metr yüksəkliyə malik olan Kükü dağ Dərələyə silsiləsindədir. Deməli A və B variantlarını silərik. 3724 metr hündürlüyə malik olan Camış dağ Morov dağ silsiləsindədir. Deməli C və Y variantları da silinər. 4243 metr hündürlüyə malik olan Şah dağ zirvəsi yerləşir yan silsilədə. Deməli cavab D variantı. Xəritə sxemi əsasən təknəvari dərələri və gətirmə konuslarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edək. Təknəvari dərələr buzlaq relyef formalarının yayıldığı ərazilərdə olar. Buna 1 aiddir. Gətirmə konusları isə dağların düzənliyə çıxdığı yerlərdə formalaşar. Verilən rəqəmlərdən də yalnızca 3 rəqəmi buna uyğundur, yəni cavab B variantı. Doğru sıraları müəyyən edək. Mis işarəsi, mis faydalı qazıntısı və Gədəbəy şərti doğrudur. Neft işarəsi
neft faydalı qazıntısı və Kürdəmir. Bura Mezozoik yaşlı neft yataqlarını əslində aid eləmək olar. Civə faydalı qazıntısının işarəsi doğru verilibdir və Kəlbəcərdə Ağyataq, Şorbulaq, Lövçay kimi yataqları qeyd eləmək olar. Təbii qaz işarəsi doğru göstərilmişdir, ancaq lerikdə bu yoxdur. Dəmir filizi işarəsi doğru göstərilmişdir və Daşkəsən, Hamançay, Dəmiroğlu kimi yataqlar mövcuddur. Qızıl işarəsi doğru göstərilmişdir, ancaq ucarda bu yoxdur. Yəni biz burada 1-3-5-i götürə bilərik, yəni variantlardan. Ancaq Kürdəmirdəki Mezozoik yaşlı neft yataqlarını götürmək olar. 1-2-3-5 kimi bir variant yoxdur. Biz 1-3-5-i götürürük. Tektonik zonalara uyğun gələn relyef vahidlərini müəyyən edək. Ön Qafqaz tektonik çökməsi Böyük Qafqazın şimal-şərqində yerləşir və Şollar düzü və Samur dövlətçi ovalığını və Qusar maylı düzənliyinin bir hissəsini buna aid eləmək olar. Kiçik Qafqaz tektonik qalxmasına isə bütün Kiçik Qafqaz dağları, Zəngəzur dərəliyə zonası və Talış dağları buna aiddir. Deməli, Murov dağ silsiləsi, Şahdağ silsiləsi və Peştəsər silsiləsi buna aid ola bilər. Cavab A variantı. Doğru bəndi müəyyən edək. Meyli az, qalın çökmə suxurları örtülmüş sahədir şərti materik dayazlığına aiddir. Deməli, biz buradan B variantını və D variantını silərik. Materik ilə okean yer qabağı arasında sərhəddir şərti materik ətəyinə aiddir. Deməli, C və Y variantları da ələndi. Səthi hamar olub okean dibinin əsas hissəsini tutur şərti isə okean yatağına və ya abissal düzənliyə aiddir. Cavab A variantı. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edək. Seismik ərazidir şərti həm Qafqaz dağlarına, həm də Balkan yarımadasına aiddir. Belə ki, bu ərazilər Alp-Himalay dağ quşağında yerləşirlər. Üçüncüyə bir şərti yalnızca B variantının olduğuna görə digər variantları rahatlıqla silə bilərik. Ən hündür zirvəsi sönmüş vulkandır. Söhbət burada Qafqaz dağlarından, Elbrus zirvəsindən gedir. Əhəng daşı süxurlarla örtülmüşdür şərti Balkan yarımadasına aiddir. Ərazisində Kars platosu vardır. Kars mağaralarının geniş yayıldığı Balkan yarımadasına aiddir. Tetis okeanının qalığı hesab olunan su hövzələrinin ətrafında yerləşir şərti Qaradəniz və Xəzər dənizi kimi əraziləri götürmək olar. Yəni birinciyə də 5, cavab B variantı. Kimmeri, Alp və Hersin dağ əməl-gəlmə mərhələlərinə yaranmış müvafiq dağları müəyyən eləyək. Çersk dağları Kimmeridə formalaşıb, Böyük Xinqan dağları isə Alp dağ əməl-gəlmə mərhələsində yaranmayıb. A variantını silirik. Ural dağları Kimmeridə yaranmayıb, Himalay dağları Kimmeridə yaranmayıb, Kunlun dağları isə Kimmeridə yaranıb, Karpat dağları Alp dağ əməl-gəlməsində yaranıb, Appalaç dağları isə Hersin dağ əməl-gəlməsində yaranıb. Cavab D variantı. Uyğunluğu müəyyən edək. Amazon ovalığı və Braziliya yaylasına aid xüsusiyyətləri götürəcəyik. Səthi hamar düzənlikdir şərti Amazon ovalığına aid olar. Yəni birinciyə A. Birinciyə A şərtini ödəməyən variantları silirik. Filiz məşəli faydalı qazıntılarla zəngindir şərti isə Braziliya yaylasına aiddir. İkinciyə B şərtini ödəməyən variantda silək. Geniş çay dərələrinə malikdir şərti Amazon ovalığına aiddir. Birinciyə C şərtini ödəməyən variantda sildik. Ərazisində kəllə-qənd kimi denudasiyon relyef formasına rast gəlinir şərti Braziliya yaylasına aiddir. Səthi alüvyal çöküntülərlə örtülüdür şərti Amazon ovalığına aiddir. Cavab Y variantı. Sxemə əsasən A zirvəsini müəyyən edək. 3904 metr hündürlüyə malik olan Qapıcıq zirvəsindən 784 metr çıxsaq, cavabımız 3120 eləyəcək. Yəni 3120 metr hündürlük Kükü dağın hündürlüyüdür. Cavab C variantı. Hərəkət istiqaməti yanlış göstərilmiş litosfer tavalarını müəyyən edək. Maska litosfer tavası Cənubi Amerikaya doğru gəldiyi halda onun istiqamətini səhv veriblər.
Orta dağ silsiləsi ayrılmaz zonası olduğu halda ikinci şərt, ikinci oxla verilən hərəkətdə yanlışdır. Şimal-şərqə doğru getdiyi halda cənub-qərbə doğru göstərilən Afrika Tasvir tavasının da istiqaməti yanlış verilmişdir. Cavab 2, 3, 4 Y variantı. Kordilyer dağların mərkəzi hissəsinə aid olan relyef vadiləri müəyyən edin. Qayalı dağlar bu şərti ödəyir. Kaskad dağları isə şərti pozur. Deməli A variantı elendi. Böyük hövzə yaylası, Colorado platosu və Meksika yaylası şərtləri isə Kordilyer dağların mərkəzi hissəsinə aiddir. Yəni 19-a cavab B. Əlamətlərin aid olduğu relyef vadini müəyyən edin. Boliviya və Çili sərhədində yerləşən yayladır şərti Altiplano yaylasına aiddir. Ant dağlarında yerləşir. Quraqlığa davamlı bitkilərlə örtülür şərti Y variantında doğrudur. Sxemə uyğun gələn relyef vadi müəyyən edin. Sinklinal və antiklinal proseslərin baş verdiyi ərazi geosinkron olmalıdır. Əjdaha dağları, Darfur platosu, Hammersli dağları və Şərqi Afrika yaylası bu şərtləri ödəmir. Söhbət Atlas dağlarından gedir. Sxemi tamamlayaq. A variantı ilə başlayaq. Filiz faydalı qazıntıların Afrikaya aid iddiası olsaq, mis burada doğru şərtdir və əgər birinci şərtdə misdirsə, mis mərkəzi və qismən Cənubi Afrikaya aiddir. Kongo Demokratik Respublikası buna aid ola bilər. Cənubi Amerikada iki şərti ilə dəmiri götürəsi olsaq, bura Braziliya yaylasına aid olacaq ya da Braziliya ölkəsinə aid olacaq. Deməli A variantı doğru variantdır. Xəritə sxemdə ştrixlənmiş ərazilərə aid xüsusiyyətləri müəyyən edək. Ştrixlənmiş ərazilər Meksika sahil ovalıq, La Plata ovalığı və Böyük Çin düzənliyidir. Bu ərazilər deondasyon deyil, akkumulyativ düzənliklərdir. Alüvyal çöküntülərlə örtülmüşdür şərti doğrudur. Suxuların toplanması nəticəsində yaranmışdır şərti doğrudur. Yerləşdikləri qitələrin ən böyük düzənliklərdir şərti yanlışdır. Seismik cəhətdən sabit ərazilərdə yerləşirlər şərti doğrudur. Cavab 2, 3, 5. Dağ silsilələrinin mütləq hündürlüklərinin artmasına görə ardıcılıq müəyyən edin. Murov dağ silsiləsində Qamış dağ zirvəsi 3724 metrə hündürlüyə malikdir. Qarabağ dağlarında Böyük Kirs zirvəsi 2725 metr hündürlüyə malikdir. Şah dağ silsiləsində Qoca dağ 3318 metr hündürlüyə malikdir. Yəni burada ardıcıllığımız Ləngəbiz, daha sonra 2725 metrlə Qarabağ, daha sonra 3318 metr hündürlüklə Şahdağ, ən son 3724 metrlə Murov dağ silsiləsi olacaq. Şimali Avropanın relyefinə aid xüsusiyyətləri müəyyən edin. Ən hündür zirvəsi Qalxapıqyan dağıdır şərti doğrudur. Cavan dağlar üstünü təşkil edir şərti yanlışdır. Fiord tipli sahillərə rast gəlinir şərti doğrudur. Valda yüksəkliyi bu ərazidə yerləşir. Valda yüksəkliyi Şərq Avropadadır. Əvvəllər dəniz dayazlığı olmuş polderlər mövcuddur. Şərti isə Orta Avropaya aiddir. Cavab 1-3. Seismik zonalarda yerləşən yaylaları müəyyən edin. Anadolu yaylası Alp-Himalay dağ quşağında yerləşir. Qərbi Avstraliya platformadır. Tibesti platformadır. Meksika Ant Kordilyeردədir. Orta Sibir platformadır. Colorado Ant Kordilyeردədir. Cavab 1, 4, 6. Uyğunluğu müəyyən edək. Pinatubo vulkanı Filippinin Luson adasındadır. Birinciyə A. Kluç sopkası Kamçatkada yerləşir. İkinciyə Y. Etna vulkanı Siciliya adasındadır. Üçüncüyə B. Situasiya suallarına baxaq. Azərbaycan ərazisində ən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazidə aşkar edilmişdir. Onların yaşı 400-450 milyon ildən çoxdur. Mətndə verilmiş süxurların aid olduğu geoloji eranı və tektonik zonanı müəyyən edək. Geoloji era Paleozoydur. Tektonik zona isə Kiçik Qafqaz,
tektonik qalxmasıdır. Mətndə verilmiş süxurlar hansı ərazidə yayılmışdır? Ən azı 3 nümunə. Əsrikçay, Zəyəmçay, Zəngəzur və Dərələyəz zonasını qeyd eləmək olar. Xəritə sxemə əsasən mətndə verilmiş süxurların yayıldığı məntəqələr müəyyən edək. Əsrikçay, Zəyəmçay zonasında olan 2 və Sədərək qalxanı zonasında yerləşən 5 rəqəmləri.